Həyatımızdakı arzu olunmazları necə yox edək? Dostlar, sizi incidən, yoran və tükədən şeylərdən xilas olmağın ən sadə və ən güclü yolu budur. Diqqəti oradan çəkmək. Bir müdrikdən soruşurlar, sən düşmənlərinlə necə mübarizə aparırsan? Müdrik cavab verir, çox sadə, mən sadəcə onlar haqqında düşünməyə dayandırıram. Sadəcə düşünməyi dayandırıram. Bu həqiqətən də işləyən bir qanundur. Marafon iştirakçılarımızdan biri danışırdı ki, qonşusunun hərəkətləri onu dəli edirdi. Qonşunun evindən gələn qoxu, onun təmizkar olmaması, səs-küy o qədər bezdirmişdi ki o qadını. Hər kəsə zəng edib şikayət edirdi ona, o qonşusundan. Yəni bütün enerjisini o qonşuya verirdi. Sonra qərar verdi ki, o qonşudan diqqətimi çəkirəm. Qonşu haqqında bütün düşüncələrini dayandırdı. Qonşu nə elirdisə eləsin, qadın bunu heç kimlə müzakirə etmədi. Ağlına gələn kimi dərhal başqa mövzuya keçdi. Sadəcə qonşunu unutdu. Nəticə, cəmi 2 həftə sonra o qonşu sanki buxarlanıb yox oldu. Köçüb getdi. Budur enerjinin gücü. Tez-tez soruşurlar, həyatımdakı rəqibləri, maneələri necə yox edim? Cavab eynidir. Diqqətinizi onlardan çəkin. İzləməyin, maraqlanmayın, adlarını çəkməyin, onlar yoxmuş kimi davranın. Onların necə yox olacağını düşünmək sizin işiniz deyil. Kainat özü yolu tapacaq, nə yoluna nətər eləyəcək ki, yəni onlar yox olsunlar sizin həyatınızdan. Onlar ya uzaqlaşacaq, ya da sizin üçün əhəmiyyətini tamamilə itirəcəklər. Yəni, hər bir problem üçün eyni düstur. Düstur da belədir. Birinci, görmə. Problemi, yəni böyütməyi dayandır. Görməlisən ki, mən bu problemi böyüdürəm, şişirdirəm. İkinci, danışma. Yəni, negativi müzakirə etməklə ona enerji vermə. Ağlına gələn kimi diqqətini dərhal arzuna, gözəlliyə və ya işinə yönəlt. Əgər inanmırsınızsa, sadəcə yoxlayın. Bir həftə boyunca sizi ən çox əsəbləşdirən şey haqqında düşünməyə qadağan edin özünüzə və görün dünya necə vuruşub o problemi aradan qaldıracaq. Enerjini kəsin ki, o problem acından ölsün. Mübarizə aparmaq yorur, amma diqqəti çəkmək azad edir.